Adətən ən böyük nüvə fəlakətləri haqqında söhbət gedərkən ilk növbədə yada Çernobıl və ya Fukushimada olan qəzalar düşür. Halbuki 1957-ci ildə Qəza Kışım şəhəri yaxınlığında nüvə tullantıları saxlanılan ərazidə atom elektrik stansiyalarındakından daha dəhşətli qəza baş vermişdi. Qəzaya səbəb isə nüvə tullantıları saxlanılan çəndəki soyutma sistemində əmələ gələn nasazlıq idi. O vaxt yanacaq çənlərin birində soyuducu sistemi üçün nəzərdə tutulan qatı kütlə axmağa başlamışdı. Amma bu məsələ diqqət mərkəzindən kənarda qaldı. Nəticədə müəyyən müddətdən sonra soyuducu sistemin işləməməsi səbəbindən temperatur 350 dərəcəyə yüksəldi. O da öz növbəsində partlayışa səbəb oldu. Nəticədə 2000 kilometrlik məsafə radioaktiv çirkləməyə məruz qaldı. 270 min nəfər dərhal şüalanmanın ağır fəsadları öz üzərlərində hiss etdilər. 110 min nəfərin yaşadığı ev isə başdan ayağa yaşamaq üçün yararsız hala düşdü. Amerikanın Mərkəzi Kəşfiyyat İdarəsi baş verənlərdən yalnız ötən əsrin 60-cı illərində xəbər tutdu. 1976-cı ildə seyirdən xaricə qaçmağa müvəffəq olan bir nəfər fizik bu barədə qərb ictimaiyyətinə geniş məlumat verdi. Amma seyri baş verən faciə ilə bağlı həqiqətləri yalnız 1989-cu ildə Çernobıl qəzasından 3 il sonra etiraf etdi.